efirində xeyirli sabahlar verilişi bu səhər də efirdədir. Əlbəttə ki, mən Aytel İlhan qızının təqdimatında. Bugün çox maraqlı bir qonağımız var. Mənə elə gəlir ki, həmin insanı görsəz, deyəcəksiniz ki, həmin insan, həmin saat artıq hər kəsə bəlli oldu ki, qonağımız kimdir. Mənə elə gəlir ki, hər bir insanın ona işi düşüb, onun yanına gedib və onun işindən də çox gözəl razı qalıb. Bəli, bugünkü qonağımız Saat Fətəliyev Hacıdır. Hətta Hacı müəllim Əsrin Saat adına da layiq görülüb. Bu haqda da geniş söhbətimiz olacaq. Xoş gəlmişsiniz Hacı. Sağ olun, təşəkkür edirəm əvvəla məni verilişinə dəvət elədiyinizə görə. O məşhur sözün dediniz, doğrudan da mən 2 gün bundan qabaq işdən çıxıb evə gedirdim. Bu Targovada pilləkən var da, yeraltı keçid. Elə təzəcə yeraltı keçidə girirdim, gördüm bir qız baxdı mənə, üzümə gülə-gülə hücum elədi üstümə. Dayandım, dedi ki, dayı necə söz, nətər söz, dedim, sağ olun qızım. Sizin iş yeriniz hardadır, sizi mən televiziyada çox görmüşəm, amma yəni saatlarım var da, istəyirəm gətirəm sizin yanınıza. Dedim, qızım, baba, bu binayı görürsən, bu binanı belə keçən gün mənim iş yerimdir. Rus Dram Teatrının düz yanına belə dönəndə. Çox sağ olun, getdi. Yəni, doğrudan da sağ olun, sizin bu televiziyalar həddindən artıq bizi məşhurlaşdırıb. Hara gedirik, hamı tanıyır, hörmət edirlər. Təşəkkür edirəm hamı.